29. 3 al 29. 29'a kadar. Nergis Filiz. 29'a kadar sualımız yoksa 29'a bakalım. Yok Yok. benim. Şey. Aha. Klaviaturadan daxil ediləcək natural ədədin içinin hansı ən böyük qüvvətinə tam bölündüyünü tapan proqramı yazın. Bir ədəd daxil edirsən. Bu ədəd içinin hansı ən böyük qüvvətinə tam bölünər. Tək ədədlər ümumiyyətlə. Tək ədədlər bizə 1 qaytaracaq. Çünki 2-nin 1 2-nin qüvvətidir də. Tək ədəd 2-yə ümumiyyətlə bölünmür. Tək ədəd 2-yə bölünmədiyinə görə bu 1 qaytaracaq. Bu belə. Gəldik cüt ədədlərə. Cüt ədədlərində hamısı 2-nin qüvvəti deyil ki. Məsələn, 96 2-nin qüvvəti deyil. Amma 96 daxil eləmisənsə, 96-ya yaxın 2-nin qüvvətini çıxartmalıdır. 2-nin qüvvətini daxil eləmisənsə, elə ədədin özünü çıxartmalıdır. Ədədi daxil edək. Ədəd daxil eləyək. Deyək ki, ədəd ümumiyyətlə 2-nin ən kiçik qüvvəti 1-dir də. Bu 1-i də qeyd eləyək. 1-dən başlayaraq vurarıq, məsələn. Çünki 2-nin ən kiçik qüvvəti 1-dir. Bu da olsun, tutaq ki, A bərabərdir 1. Və daxil etdiyimiz ədəd, əgər daxil etdiyimiz ədəd 2-yə bölünürsə, o əyərlə yox, va ilə deyək də. Çünki bu şərti dövrdür. Nə qədər ki, sən daxil etdiyin ədəd A-ya bölünür, bax, A-ya bölünürsə, 2-yə yox, A-ya. Sən bu bölünmə nəticəsində alınan qalıq 0-a bərabərdirsə, bərabərdirsə 0-a, onu deyirsən. Sən onsuz da daxil etdiyin ədəd 1-ə bölünəcək. Həmişə 1-ə bölünəcək. İstənilən ədəd 1-ə bölünür də, tam bölünür. Bu bölmədən sonra sən A-nı 2 dəfə artır. Onsuz da bölünəcək, sən A-nı 2 dəfə artır. A bərabərdir. A vuraq 2. 2 dəfə niyə artırırsan? Çünki sən məsəl üçün 67 daxil eləmişsən. Sən 67 daxil eləmişsən. 67 1-ə tam bölündü. Nə gözəl. A-nı 2 dəfə artırdın. Oldu A2. 67-yi 2-yə böldün. 67 2-yə bölünməyəcək.
67 2-yə bölünməyəndə bizə nə qaytarmalıdır? 1 qaytarmalıdır. Çünki mən bayaq dedim ki, biz əgər tək ədəd daxil ediriksə, bu bizə 1 qaytarmalıdır. Mən dərhal bura bir dənə print atım. Print nə atım özdə, ha? A bölünsün 2. A bölünsün 2. Çünki mən 67, məsələn, tək ədəddə mənə 1 qaytarmalıdır. İstənilən tək ədəddə 1 qaytarırsa, mən A-nı 2 dəfə artırdığım üçün bir də təzədən 2 dəfə azaltmalıyam. Bunu deyərəm. Bunu deyirəmsə, indi daha cüt ədədlərdə işləyəcək, yoxsa yox. Məsələn, 16 daxil elədim. 16 1-ə bölündü, lap yaxşı. A-nı 2 dəfə artırdın, oldu 2. Yenə bölündü, 4. Yenə bölündü, 8. Yenə bölündü, 16. Yenə bölündü, 32. Artıq sənin E-nin 16-dır, A-ın 32-dir. Vail şərtin ödənmədi. Vail şərtin ödənməyəndə düşdü A bölünsün 2-yə. Yəni nəyə? 32 bölünsün 2-yə. O da sənə verdi 16. 16 daxil eləmişdinsə 16-ya qaytardı. 18 daxil elə. 18 daxil eləyəndə sənə nə qaytarmalıdır? 16 qaytarmalıdır. 18 daxil eləyəndə 16 qaytarmalıdır. 16-2. Necə? Deyir ki, tam bölünsün. 2 qaytarmalı deyil. Yox. Məsələn şərtində demir ki, kilometrə daxil edəcək natural ədədin, 2-nin hansı ən böyük qüvvətinə, tamam da, 2-nin hansı ən böyük qüvvətinə tam bölündüyünü. Belə deyək də, məsələn, 96 daxil eləmişsənsə 32 qaytarıb. 18 daxil eləmişsənsə nə qaytarmalı? 16 qaytarmalı deyil. Yox, 18 16-ya bölünmür. 18 2-nin qüvvətlərindən 2-yə bölünür. Düzdür. Mən şeyi nəzərdə tutdum. 18-dən kiçiyəm böyük. 18 daxil elədin, yenə işləyəcək, problem yoxdur. 18-i böldün 1-ə. 18 1-ə bölünür onsuz da. Sən A-nı 2 dəfə artırdın. A oldu 2. 18-i 2-yə böldün. Oldu 9. İndi burada bir dənə məsələ var. Bu vəziyyətdən sonra sən nə etməlisən burada? 18-i böldün 2-yə 9. 18-in 2-yə bölünməsinə alınan qalıq 0-a bərabərdir. Bəli, bərabərdir. Oldu 4. 18 9-a bölünəcək? Yox, bölünməyəcək. 18 9-a bölünməyəcəyi üçün sən 4-ü 2 dəfə azaldırsan. Yəni qaytarırsan, 2 qaytarır. Budur. Budur. Bu şəkildə. Mən bunu əsasən tək ədəd üçün birinci yazdım. Tək ədəd üçün mütləq bu belə olmalı idi. Yəni cütdədə işləyir. Cüt ədəddə də işləyir. Cüt ədəddə işləməsəydi əlavədən nəsə artıra bilərdik. Təkdən yola çıxdıq, yəni cütdədə işləyir bu şəkildə. Fərqli sualdır bu. Yaxşı. Başqa? Bir şey anlamadım. Nəyi anlamadın? 18-i böldü 2-yə. Yox, bildim. Bir şey işləyir. Yaxşı. 30-da problemimiz var. Yox. Bu tipə baxmışıq. Elə təzəlikcə bu sınaqlardan birində yazmışdıq. Orada nə deyirdi? Orada deyəsən deyirdi ki, ikiliyə çevirin. İkiliyə çevirin deyirdi. Biz onluğa çevirdik, onluqdan da ikiliyə çevirdik. Burada da deyir ki, ədəddə tək rəqəmlərin cəmini. Yəni, eyni tipdir.
Yaxşı, bir baxaq görək burada nə var, nə yox. Bax, 28-ci sual. Yəni bunu şifahi yazarsınız, mən sizə deyim. 28-ci sualı sizin hər biriniz 28-ci sualı yazmağa sizin hər birinizin 2 dəqiqə vaxtınız lazımdır. Nə deyir ki burada? Yəni Tabii 15-ci sınıf asan idi nəsə. ola bilər. Sınaqdan sınağa dəyişir, ola bilər. Nərgiz, bu 25-i necə eləyərsən? Gün 5-ci sualda deyir ki, alqoritm icrasından sonra nəticəni müəyyən edin. N veribdir 40, S veribdir 20. N və S-in cəmi 200-dən kiçikdirsə, S-i 20 vaid artırır, N də 25 vaid artırır. Demək, mən artıra getmişəm. İndi dur, Ə, artıra getməsən nə olur, necə eləyərsən? Artıra getməsən, bilsən kimlər gedir? O proqramlaşdırma anlayışı olmayan magistratura yazıda hazırlaşırlar. Proqramlaşdırma anlayışı yoxdur. Algoritmini bitəhər eləyirlər də. Ardıcıl yeni. Axı sizin proqramlaşdırma anlayışınız var da. Siz dövr nə olduğunu bilirsiniz. Ha. Toplayıb bölük götürərik 200-dən. Neçə dəfə toplayarıq? Ha, neçə dəfə toplayarsan? Burada N-in normalda qiyməti 60 eləyir. 20 və 25 dəfə artıra, 20 və 25 vaid artıra gedir. Yəni S-in sənin, bax, sən S-in 20-dir. 20-ni 20 vaid artırır. Neçə dəfə? X dəfə də. Yəni 20 üstə gələk 22. Tamam. Həmçinin N-i. N-in də 40-dır. 40 üstə gələk 25x. Oldu bu şəkildə. İndi bunlar da bir-biri ilə toplayır da. S plus N deyir. Bunlar da bir-biri ilə toplayır. Böyük bərabərdə 200 deyir. Burada ikisimiz var bizim. Onlar da elə. 60 üstünə gəlsən 45x böyük bərabərdir nədən? 200-dən. 200-dən. Aha. İndi tap görüm. X böyük bərabərdir. 45x böyük bərabərdir 140-dan. X də böyük bərabərdir 140-ı 45-ə böləndə hardasa 3 dəfə düşər də. 3 tam 3 düşür. dəfə düşər. 3 tam nəsə də Üç elə. tam isə hələ 4 dəfə olmuş orada. Ay sağ ol, bəli. 4 dəfə icra olunub da, yəni bu. 4 dəfə dövr. Səndən eyni soruşur. N-in üstünə nə gələsən? 100. Elə. 100, o da 140. Bəs budur. Bax, məsələ burasındadır ki, burada dövrlərin sayı 10 dəfə olar birdən. Sən nə qədər sən bu şərti qursan əgər vaxtdan nə qədər qabağa düşərsən. Mən niyə bunu sizə deyirəm? Mən bunu məsələn magistraturaya hazırlaşana demərəm. Çünki o proqramlaşdırma keçməyib. Amma siz bilirsiniz axı bunun məntiqini. Ona görə. Evet. Biz 24-ü necə eləyərik?
24-də də elə eyni qaydada eləyəcəyik. Əgər S çıxılsın N kiçik bərabərdir 50-dirsə, S plus 15 N çıxılsın 5. Deməli, burada S bərabər olacaq 15 üzərinə gəlsin 100x. N də bərabər olacaq 100x yox. Sənin başlanğıc qiymətin, Filiz, sənin başlanğıc qiymətin 100-dür. 100 üstə gələk 15x olar. hə. Aha. N də bərabər olacaq 200 çıxılsın 5x. Bəli. 200 Sonra çıxılsın 5x. S-dən N çıxacaq. Yəni 100 üzərinə gəlsin 15x çıxılsın 200 üzərinə gəlsin Aha. 5x. Aha. Then 22x çıxılsın 100. 20x çıxılsın 100 böyük olmalıdır mənfəlidən. Bəli. Aha. Burada bunun isə 20x böyük olmalıdır 50-dən, x də böyük olmalıdır 2,5-dən. Yəni x 3 olacaq. Bəli. 3 dəfə dövr eləyib. Səndən nəyi soruşur? S-i soruşur. S-i Yəni? soruşur, S-dən 100 üzərinə gəlsin 3 vur 15, yəni 145. Bəli. Bəli. Aha, bax yenə deyirəm, burada dövrlərin sayı indi 3-dür, problem yaratmaz bizə. 3-dür, 4-dür, bunlar bizə problem yaratmaz. Amma dövrlərin sayı çox olsa, problem yaradacaq. Bu şəkildə. Bunlardan çətinlərini eləmişsiniz də, siz eləyirsiniz. Mikael, bu 21-i necə eləyərik? Deməli, baxsaq, bir dənə nəsə daxil edirik. Yəni, sətr tipində. Sonra bunu bölür. Sonra bir elementləri salır, yəni dövrə və deyir ki, yəni sözlərdir də, ləbici sözləri. Əgər hissələrin sayı sıfırdan böyükdürsə və birinci simvol, yəni A-nın sıfırıncı elementi deyilsə, bir vahid artır. Yəni, bu da elə daxil edilmiş sətirdəki D simvolu ilə başlayıb, tərkibində C simvolu olan sözlərin sayı tipini variantıdır ki. Bəli. Nərgiz, bu asan görsənir, hə? Bu sınaq yəqin təsadüfən asan olub. Asan dedim, qabağıma 15-ci sual çıxdı. Görək bu asandır, yoxsa çətindir. Nərgiz, bax görüm hələ bir. Deməli, 15-ci sualda bir dənə ədəd daxil eləyir, floatla daxil eləyir. Sonra n-i 10-a vurur. Yəni, həmin ədədi 10-a vurur. Sonra k bərabərdir 1-ə. While n nə zaman ki, nə qədər kiçikdir 57-dən, n-in üzərinə 8 gəlir. Və k-nı 4-ə vurur. Burada k-nı 4-ə vurur və k-nı çap edirsə, k-da 1-dirsə 256-sa dövrlərin sayını tapa bilərik. 256-nı 4-ə bölərək. O da dövrlər sayı, yəni 4 üstü
Peki. Oy. Ne oranda? 256'nı yani 2 üstü 8'i 2 üstü 4'e böləndə 2 üstü 2'ye böləndə 2 üstü 6 eləyir. Dövlərin sayı ümumiyyətlə 6'dır da. Xeyr. Hə, 6. Şeydir. 6 necə tapdın? Mən denən. Ay, onun orta değil. Pardon, bir dəqiqə. 2 üstü 6'dır da. 2 üstü 6, 4 üstü nəyə bərabərdir Nərgiz? Sən 2 4 üstü üstü 2 şey. 4 üstü 3'e bərabərdir. demək ki səhv Yəni bilirsən dövlərin də. sayı Nərgiz 4 üstü 3 neçədir? 64. Sənə nə lazımdır? 64. 64. Niyə 64 aldın? Ne aldın ki? 256'nı 4'e bölərik. Səhv deyirsən axı Nərgiz. Mən bunu yadındadır, bunu dəfələrlə eləmiş. De görüm Filiz, neçədir Mən dövlərin? Deyən, Hər dəfə dayan 4'e deyəsən. vurur. Yəni Bəli. 256 6'sa deməli bu 4 dəfə 4'e vurur da. Dövlərin sayı Nərgiz, 4'dür. bəli. Və bunu demişik, 1 ilə başlayırsa Nərgiz, və bunu dəfələrlə baxmışıq axı bunlara. Heç olmasa belə deyək, dedim ki, mən sizə axırınızda heç olmasa şablon şəklində yadınızda saxlayın. 1 ilə başlayırsa, 4 dəfə artırsa, sonuncu 256-dırsa, demək 4 üstü nə 256-ya bərabərdir? O sənin dövrlərin sayıdır. Həmişə də belədir. Yəni, dövrlərin sayı neçəyə bərabərdir? 4'e. 4-ə. İndi de. Demək 4 dəfə də yəni 8 artırıbdır. Hı -hı. Yəni üstünə gəlibdi 32'sini. Hı -hı. 57'nin də 32'sini çıxanda eləyir 25. 25'də 10 dəfə azaldanda eləyir 2.5. Özü cavab olur 2.5. Cavab oldu nə? 2,5. Elə. Evet. Yəni şərti belə qururduq da. En böyük bərabər 10n, gəldiyindən 10n, 10n, üstə gələk 32, böyük bərabərdir 57-dən. Bu şərti belə idi. Düzdür? Evet. Hə. 10n böyük bərabərdir 25-dən. N böyük bərabərdir 2,5-dən. Floatla daxil olduğuna görə 2,5. Hə, tamam. Yaxşı, başa. Sən bunu necə eləmişdin, Nərgiz? eləmişdim, eləmişdim. Variantla eləmişdin də. Mən bax görsən, Yox, ben eləmişdim. Dövlər səni tapmışdım da indi şey olmadı. hə, indi bir şey deyim də, variant varsa, mən həmişə variant olmayan halı eləmişik də biz. Yəni %90, hətta 99 variant olmayan hala baxmışıq biz. Variant varsa, istəyirsiniz variantla gedin. Heç bir problem yoxdur. Əgər vaxtdan qabağa düşəsinizsə, əgər eləyə biləsizsə, variantla gedin. Burada vaxtdan qabağa düşməyə yaxın sualdır. Variantına keçsək. Yəni baxır variant. vəziyyətə də. Bilmirəm ki, baxır vəziyyətə də. Baxır şəraitə, vəziyyətə. Deyə bilmirəm mən. Yəni qalıb qalanı özünüzə. Mən demək istədiyim odur ki, variant varsa, istəsəz variantla gedin. Sizə bir düzgün cavab lazımdır. Orada nə isə sübut eləmək yox. Başqa nəyimiz var burada? Hə, mən bu 8-i istəyirəm. Bu 8-in tipli sual çoxdan idi qabağımıza çıxmırdı. Mən istəyirəm bunu Filiz desin. Mikail'ə də bir sual taparıq da. 8 mən deyim dediniz. Bəli, bəli.
Hə, buradan deyir ki, sorğu tətbiq edilməsindən sonra hansı nömrəli aidlər bölünəcək? Ad, soyad A verilibdir və 85-dən böyük verilibdir. Ə, Burada da yəni and olmalıdır da. Həm Niyə? A hərfi olsun, həm sözdə. Çünki eyni sətirdə verilibdir. Bəli, please, bəli. Bəli. Aha, əla. Davam elə. Həm də sözdə A hərfi olmalıdır və informatikada 85-dən yuxarı olmalıdır. Hı -hı. A hərfi olanlar 2-dir. 2-dir, 3-dür, bir də 4-dür. İnformatikası 85-dən böyük olanlarsa 1-dir, 3-dür, 4-dür. Demək 2, 3, 4, 1, 3, 4, onda 3, 4 olur hər ikisi ortaq olan. Bəli. Bəli. Nərgiz, burada və ya ilə birləşsəydi necə qoyardı şərti? Kriteriya necə olardı? Və yəni birləşməsi üçün sətri eyni olmur da, fərqli sətirlərdə olur. Orada artıq Bəli. və ya götürürük. Bəli, bəli, başa düşdüm. Başa düşdüm. Yaxşı.